Salam əziz dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizə 5 dəqiqəlik çox maraqlı, rəngarəng bir vlog hazırlamışam. Ona görə də sona qədər baxmağınızı tövsiyə edirəm. Səhər saat 7-də oyanmışam və yoldaşım üçün bu səhər yeməyini hazırlamışam. O səhərlər Herkules yeməyi çox sevir. Ona görə də dururam, hazırlayıram ki, işə getmədən öncə yesin. Üzərinə isə evdə olan meyvələrlə dadlandırıram. Belə bu şəkildə çox ləzzətli olur. Sevə-sevə səhər yeməyini yeyir və işə gedir. Mən də evə qayıdıram, qızım üçün səhər yeməyi hazırlayıram. Bugün qızım bağçaya getməyib, bir yerdə çox maraqlı zaman keçirməyi düşünürük. Burada isə qızımla mən səhər yeməyimizi yeyirik. Elə səhər yeməyimizi yedikdən sonra pəncərədən səslər eşidirik, deyəsə çeyrək satırlar. Bu səsi eşidən kimi küçəyə gedirik və təzə yığılmış bu çeyrəkləri alıram, gətirirəm, onları təmiz-təmiz yuyuram. Daha sonra sirkəli suya qoyuram. Bir neçə dəqiqə, təxminən yarım saata yaxın saxlayıram. Sonra süzürəm və bu şəkildə təzə-təz çeyrəkləri yeyirik. Çeyrəklərimizi yedikdən sonra gedirik günorta yeməyi hazırlamağa. Videoda tez görünməyinə baxmayın. Əslində qızım yuxudan gec oyanıb, təxminən saat 10 olardı. Yuxudan ayılanda səhər yeməyi yemək, daha sonra çeyrək aldıq, onu yedik və təxminən saat 12-yə qədər çəkdi bu proseslər. Ona görə də getdik günorta yeməyi hazırlamağa. Günorta üçün yayın ən sevilən yeməklərindən biri olan badımcan qovurması hazırlayırıq. Bol pomidorlu və şirin biberli. Artıq yeməyimiz hazırdır. Çox dadlı, ləzzətli yemək alındı. Üzərinə qatıq əlavə edib iştahla bunu da yedik. Daha sonra isə yenidən mətbəxə yollandıq və bugün çox maraqlı bir reseptlə qarşınızdayıq. Ərikli piroq hazırlayacağıq. Dostlar, adətən mətbəxdə çox işim olan günlər çalışıram ki, vlog hazırlayım. Həm öz pişirdiklərimi sizə göstərim, həm də söhbət edək birlikdə. Gəlin əvvəlcə sizə hazırladığım bu dadlı piroqun reseptini deyim, necə etdim. Əvvəlcə qabın içərisinə un əlavə edirəm. Daha sonra isə yağı rəndələyirəm gördüyünüz kimi və umaç hazırlayıram. Umaçdan bir hissə götürürəm üzəri üçün və digər ərzaqları əlavə edirəm. 1 ədəd yumurta, 3 xörək qaşığı xama əlavə edirəm və xəmir yoğururam. Bu şəkildə belə yumuşaq xəmir alınır. Xəmirdən də bir hissə götürürəm üzərinə bəzək vermək üçün. Daha sonra qabın içərisinə yağlı kağız sərirəm və həmin xəmiri yayıram yaxşıca və yuyub təmizlədiyim ərikləri 2 hissəyə ayırıram və ya 4 hissəyə ayırıram. Dairəvi forma verib bu şəkildə düzürəm. Əriklərin üzərinə şəkər tozu gəzdirirəm. Çox yox, təxminən 2 qaşıq miqdarında, hər bir hissəsinə çatan miqdarda səpirəm. Daha sonra saxladığım xəmirdən belə forma verirəm və umacda saxlamışdım. Həmin umacı da əlavə edirəm üzərinə. Daha sonra təxminən 150 dərəcədə sobada 40 dəqiqəyə yaxın bişirirəm. Çox ləzzətli, dadlı bir piroq alındı. Bunu anam da evdə edirdi, müxtəlif meyvələrlə. Və axırıncı dəfə bu piroqu mənim çox əziz dostum, yoldaşım Gültən xanımın kanalında gördüm, çox bəyəndim və onun elə reseptindən istifadə edərək mən də hazırladım. Daha sonra isə mən özüm üçün Trendyoldan evdə geyinmək üçün dəst sifariş etmişdim. O gəlib gedək ona baxaq. Burada həvəslə qızım bağlamanı açır, düşünür ki, onun üçün də nəsə çıxacaq. Amma təəssüf ki, mən ona nəsə sifariş etməyi unutmuşdum. Mütləq növbəti dəfələrdə bunu nəzərə alacağam. Sifariş etdiyim geyim isə budur. Çox bəyəndim. Materialı çox gözəl idi. Əynimdə duruşunu da çox bəyəndim. Əsl şəkildəki kimi idi. Zövqümcə oldu. Daha sonra qızım həyətdə dostları ilə oynayırdı. Hava da çox gözəl idi. Mən də yavaş-yavaş otaqları səliqəyə salmağa çalışırdım. Otaqlarımız tez-tez bu vəziyyətdə olur, belə səliqəsiz. Mən isə səliqəyə saldığım gözəl bir çay süfrəsi hazırladım. Yeni bişirdiyimiz piroqla birlikdə. Və əyləşdik, ləzzətlə çayımızı içdik. Daha sonra hamı yatdı. Mən isə kitab oxumaq istəyirdim. Ona görə də kitablarımı son vaxtlar burada saxlayıram. Həmin boşqaba yaxınlaşıram və istədiyim kitabı seçirəm. Gedirəm, əyləşirəm və kitabımı oxuyuram. Fərqli janrda bir kitabdır bu. Maliyyə savadlığı, sərmayə qoyuluşu və pul vasitələrinin hərəkəti mövzusundadır. Çox xoşuma gəlir. Hələ ki yarısını oxumuşam, amma təəssüratlarım çox gözəldir bu kitab haqqında. Sizlərə də oxumağı tövsiyə edirəm. Bir neçə dəqiqə kitab oxudum, daha sonra isə yatmağa getdim. Sizinlə burada sağollaşmaq istəyirəm. Ümid edirəm ki, videonu bəyəndiniz. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Siz də mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər. Hələlik!